xaricilərin bəziləri bizim üçün hansı xəyalları, hansı yuxular görüblər. Mən qəbul edirəm ki, Viktoriya xanım bu sözü səmimiyyətlə deyir. Çünki fərhəngi ki, İranda yaranıbdır və paniranizmin təbliğ elədiyi bir fərhəngidir, çörünübdür. Teoriye toteyə xariciha. Xaricilər nə toteyə qurublar? Bu teorini həmişə ələ alıb gəzdirirlər. Baxmayaraq ki, 1945-ci ildə də xaricilər idi ki, gəldi İranlılara, İrancılara köməklədi, Pişəvərinin və Qazi Məmmədin dövlətini yıxdılar. Orada bizə xaricilər gəldilər, bizim əleyhimizə işlədilər. Nəfti İrandan xaricilər almaq üçün İranı parçalamağa ehtiyac yoxdur. Şah zamanı ki, İran bir məmləkət idi və güclü də bir məmləkət idi, İranın nəfti ilə xaricilərin əlində idi. Pəs nəft üçün bir məmləkəti parçalamazlar. Ümumiyyətlə, nəft üçün bir məmləkəti parçalamaq üçün milyardlar dolar, trilyon dolar pul xərcləməyə dəyməz. Onsuz da o nəft kimin əlində olsa, hər halda hamam suyunun yerinə istifadə eləməyəcək. Nəfti satacaq. Azərbaycan müstəqil olubdur, nəftini satır. Azərbaycan müstəqil olmayanda o nəfti Rusiya satırdı. Yenə də qərbə satırdı, fərq eləmir. Sadəcə sahibi indi fərq eləyibdir. Müştəri eynidir. Biləxərə İranın nəfti istər ərəblər satsın, istər farslar satsın, istər bəluç satsın. Biləxərə birinə satacaq. Onun üçün məmləkət parçalanmaz. İkinci, Ərəbistan və ya bugünkü Xuzistan dediyimiz məntəqədə Viktoriya xanım düz deyir. Hamısı ərəb deyil. Amma gəlin görək Şeyx Xəzəl zamanı orada hamısı ərəb idi ya yox. Hamısı ərəb idi. Vaxtı ki, bir məmləkət adamın öz əlində olmadı, ayrıları müstəmirə elədilər onu, onun Bafti camiəsini də dəyişdirərlər, məmləkətin içine ayrılarını doldurarlar. Bugün Xuzistanda ərəblər qədər bəlkə də ayrı millətdən var, məxsusən farslar vardı. Bu Rıza Şah bu yana gələndən bu yana olubdu. Əvvəl orada ərəblərdən sonra ayrısı yox idi. Hamısı ərəblər idi. Və bunların siyasəti dövlət son 100 ilin ərzində bu olubdu ki, Ərəbistana ayrılarını doldurun, məxsusən farsları doldurun, lorları doldurun, bir çox lorları oralara köçürdüblər. Odur ki, bu da siyasətin nəticəsidir. Ora Ərəbistandır, amma necə ki, indi məsələn, Kərkük Kürdlərin əlinə keçəndən sonra Kürdləri doldurublar ora. Kərkük ərəblərin əlində olanda ora Saddam Hüseyn ərəbləri doldururdu ki, türkmənlərin əlindən çıxsın. Bu, müstəmirə olan məmləkətlərin başına gələn, torpaqların başına gələn siyasətin nəticəsidir. Amma mən istəyirəm ki, Viktoriya xanım dedi ki, Azərbaycanda olanda onların bir dəsi İranlı olmağa arzu edirdilər. Mən bilmirəm neçə dərsəd olardı, amma təəccüb eləmirəm. Çünki o sistemi ki, komünizm yaratmışdı, o sistemdən qaçmaq üçün hər kəs olmaq istəyərdilər. İranlı da olmaq istəyərdi, ərəb də olmaq istəyərdi, Avropalı da olmaq istəyərdi. Nə olur olsun deyərdi, qoy bu sistemdən canım qutarsın. Amma indi elə deyil. Viktoriya xanım yəqin ki, bir Bakıya bir səfər eləyib qayıtsa, mütməyindən bu sözlərin hamısının nə qədər fərqli olduğunu biləcək. İstiqlal və təvəhhüm, Viktoriya xanım dedi ki, bir də əqəlliyyətdir, azdır. Mən təəccüb eləmirəm, çünki usulən Fars və İrançılıq və ya paniranizm mehvərində həmişə məsələni görməmək üçün minimize eləyərlər rəqibi. Bir şey də eləyərlər, heç bir şey 3 nəfərdir, 5 nəfərdir, ədədi deyirlər bunlar. Mənim sualım budur ki, əgər ədədi deyirlər, qorxu olmamalıdır, qorxmaq lazım deyil bu işdən. Əgər istiqlalçılıq təfəkkürü çox adamın tərəfindən qəbul olunmursa, paniranistlər qorxmasınlar bu məsələdən. Amma mən fikirəm ki, bu camiədə olduğum üçün, biləxərə orada biz hər gün rabitədə olduğum üçün, mən fikirəm ittifaqən bu cür, hətta əgər bu gün rəygiri olursa Azərbaycanda, Azərbaycanlıların böyük əksəriyyəti istiqlaliyyətə rəy verərlər. Mən ona inanıram. Amma 5 ildən sonra böyük əksəriyyəti yox, elə hamısı istiqlaliyyətə rəy verəcək. Çünki bunun səbəbi vardır. Baxın, bir məsələni həll eləmək üçün səmimiyyət və sədaqətlə o məsələni qəbul eləmək lazımdır. Yəni bir məriz doktora gedəndə, doktor gərək bilə ki, bunun dərdi nədir ta ona dərman yazan. Əgər Fars
roşənfikri və ya İrancı roşənfikrlər istəyirlər etniklərin dərdini həll edirlər, əvvəl o dərdi səmimiyyətlə ağızlarına gətirib təkrar eləməlidirlər. Mən onun üçün Viktoriya xanımdan birinci soruşdum. Viktoriya xanım, federalizmi hansı dərdə dərman yazırsınız? Mən istəyirəm görəm ki, Viktoriya xanım Azərbaycanda, Bəluçistanda, Ərəbistanda, Kürdistanda, Türkmənistanda bu millətlərin dərdini başa düşürlər. Viktoriya xanım özü də bir qisməti Kürd olduğuna görə daha rahat bizim dərdi başa düşməlidir. Daha rahat bizim dərdi hiss eləməlidir. Farsın roşənfikri deyir ki, orada bir dərd yoxdur ki, biz onu gələk həll eləyək. Ədəd deyirlər. Bu istiqlal sözzadı təvəhhümlə deyirlər. Xob, əgər mənim ki, Azərbaycanlı oturmuşam, görürəm mənim dərdimi tərəf heç qəbul eləmir, da onun həllini də bilirəm ki, bu qəbul eləməyəcək, həllinə satmayacaq. Onun üçün Azərbaycanlının dərdinə İranda həlli yoxdur. Çünki biləxərə biz bir insanlardan bu dərdin həllini eşitməliyik. Cumhur İslami görürük nədir? Qəbul eləmir. Onun opozisyonu biləxərə göydə, xələdə, havada bir opozisyon yoxdur ki, fiziki olaraq biz Sazman-ı Mücahidin xəlqə baxırıq, millətlərin dərdini qəbul eləmir. Səltənət tələblərə baxırıq, millətlərin dərdini qəbul eləmir. Cumhuri xalqlara baxırıq, qəbul eləmir. Cəbhə-i milliyə baxırıq, qəbul eləmir. Roşənfikirləri məqalə yazmırlar. Hop, biz nə ümidlə fikr eləyək ki, bizim dərdimiz gələcəkdə həll olacaq? Hələ bunlar hakimiyyətə gəlmədən heç qəbul eləmirlər məsələnin olduğunu. Hakimiyyətə gəlsələr nə olacaq? Aya qəvam kimi ərtəş göndərib hamımızı qətlam eləyəcəklər? Ya tutub zindana salacaqlar? Çox lütf eləsələr, həbsə əbəd verəcəklər bizə. Bilirsiniz, məsələ budur. Biz roşənfikir Farsın tərəfindən heç bir səmimiyyət və sədaqət görmürük və lütfən Viktoriya xanım bunu özünüzə almayın. Ümumiyyətlə biz danışırıq, hamısı belədir. Çox olanda deyirlər ki, bunlar bir də təciyə tələbdirlər. Hələ Viktoriya xanım lütf eləyir, bizə ayrı söz demir. Onlar deyirlər, casusdur, onun nökəridir, nökəri, nə bilim, pan-türkistdir, nə bilim, Türkiyədir, Azərbaycandır, İsraildir, Amerikadır. Yəni, hər bir böhtanı vururlar ki, bizi hesaba qoymamaq deyil, bizim dərdimizi danışmasınlar. Amma mən bu günləri dərd dedim. Azərbaycanlı məcbur olmamalıdır gedib Fars məntəqəsində işləməyə. Azərbaycanlı ilə Azərbaycanda iş sahibi olmalıdır. Viktoriya xanım, Mesesöngün əhərin düz dibindədir o zəlzələ olan yerində. Siz hesab eləyin ki, mis mədənini çıxardırlar, mədəni, torpağı, misi qarışıq vururlar maşına, 2500 kilometr sürüb aparıb Kirmanda onu misə çevirirlər. Niyə o karxanəni Azərbaycanda qoymurlar? Bərən ki, Azərbaycanda sərmayə yatırtmaq istəmir. Bu bir misaldır sizin üçün deyirəm mən. Azərbaycanda hansı karxanəni son 30 il içində, 50 il içində qurublar? Heç birisini. O qurulanları da söküb aparıblar. Bilirsiniz, məsələ budur ki, bizim dərdimiz camiye roşənfikri Farsın içində danışılmır, üstü örtülür. Üst basır ellər ki, danışmayın, məmləkət dağılar. Məmləkəti İranı dağıdan Fars roşənfikridir, biz deyilik. Mən bir ünvanı bir istiqlal tələb sevinirəm bu məsələyə. Çünki mənim dərdim, bilirəm, federalizmlə zaten həll olan deyil. Mənim ittifaqən müttəfiqim Fars roşənfikridir ki, be surəti ələnən faşisti hər şey danır. Ərəbin adına Ərəbistan demək roşənfikri Farsın dilinə gəlmir. Ora Ərəbistan idi. Niyə demirik Ərəbistan? Ərəbistan desək nə olar məsələn? Ərəbi Farsın roşənfikri çox olsa biraz Kürdlərin dərdindən danışır. Biraz onu da. Çünki deyirlər həmnəcadıq. Gəlin görək, Farsı roşənfikrin hansı gəlib Azərbaycanlının, Ərəbin, Bəluçun, Türkmənin dərdindən danışıb? Heç birisi. Bir yerdəki adamlar dilinə gətirmirlər, onun da həllinə də çarə yoxdur. İnsaf Əli bəy, budur məsələ.